Salam, Reopen Media'nın Renews Haber kanalı canlı yayıma başlayır. Pavilyonda Diana Karapetyan'dır. Biz səs-küyü söndürməyə və vacib olanı danışmağa davam edirik. Siz bizi YouTube, Telegram, Instagram, X, Facebook, Spotify'da tapa bilirsiniz veya bizi reopen.media saytında izleyebilirsiniz. Xəbər buraxılışına Azərbaycanla bağlı xəbərlərlə başlayarıq. Azərbaycan və Çin vətəndaşları qarşılıqlı şəkildə vizadan azad edilib. Azərbaycan Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında ümumvətəndaş pasportlarından malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişi təsdiq edib. Saziş cari ilin aprel 23-də Pekin şəhərində imzalanıb. Cari ilin sentyabr ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın xüsusi təyinatlı qüvvələrin iştirakı ilə Azərbaycanda keçiriləcək sonsuz qardaşlıq 4-cü çoxmillətli təliminin yekun planlaşdırma konfransı təşkil edib. Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkil diqqəti mərkəzində olub. Sonsuz qardaşlıq təlimin iştirakçı ölkələrin birgə əməliyyat qabiliyyətlərini artırmaq və regional təhlükəsizliyinin gücləndirməsi töhfə vermək məqsədini daşıyır. Bu mövzu çərçivəsində ilin əvvəlindən etibarən Azərbaycanda keçirilən hərbi təlimlərlə bağlı hazırladığımız reportajı izləməyə təklif edirəm. Naxçıvanda Sarsılmaz Qardaşlıq 2025 və Mustafa Kemal Atatürk 2025 adlı Türkiyə-Azərbaycan birgə tamanda qərargah təlimlərinə hazırlıq işlərinə start verilib. Bayraqdar taqımı hərəkətinə Əlahiddə Ümumqoşun ordusunun qərargahından başlayıb, Araz çayı üzərindəki körpüdən keçərək Sədərək sərhəd keçid məntəqəsinə doğru yürüş edib. Öz növbəsində Türkiyənin Bayraqdar taqımı Doğu Bəyazıt rayonundan təlimlərin başlanacağı əraziyə doğru hərəkət edib. Təlimlərin planına əsasən tank, mexanikləşdirilmiş və təxribat bölmələri, artilleriya, hava hücumundan müdafiə və aviasiya bölmələrinin dəstəyi ilə müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetirəcək. Təlimlər hələ başlamamış Türkiyənin Bayraqdar KB-2 puası Ermənistanla sərhəd boyunca 7,5 saatdan çox uçuş həyata keçirib. Bayraqdardan başqa sərhəddə TB2 və Aksungur pilotsuz uçuş aparatları da qeydə alınıb. 2025-ci ildə Türkiyə-Azərbaycan təlimləri ilk deyil. Hər il olduğu kimi 2025-ci ilin 20 yanvar 7 fevral tarixlərində də Qars vilayətində Ermənistanla sərhəddən bir neçə kilometr məsafədə genişmiqyaslı Türkiyə-Azərbaycan təlimləri keçirilib. Eyni dövrdə Azərbaycan hərbi hava qüvvələri də təlimlər keçirib. Təlimlər zamanı Su-25 və Su-25ML hücum təyyarələrinin hazırlıq vəziyyəti yoxlanılıb. Aprel ayında Azərbaycan hərbçiləri Marmarisdə keçirilən Kurtaran 2025 beynəlxalq təlimində iştirak ediblər. Təlimə Türkiyənin hərbi dəniz, quru və hava qüvvələri də qatılıb. Qardaş ölkələrin qoşunlarının bu tədbiri birgə əməliyyatların uzlaşdırılmasına yönəlmişdi. Mayın 18-dən 21-ədək Azərbaycan Naxçıvanda tək başına komanda qərargah təlimləri keçirib, bir neçə gün sonra isə Qarabağ ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları və Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri birgə genişmiqyaslı təlimlərə başladı. Briqada generalı Vəli Mədəninin də bildirdiyi kimi, bu birgə təlim ümumi sərhədlər boyunca mümkün təhdidlərə qarşı durmaq istiqamətində mühüm bir addımdır. Azərbaycanda siyasi məhbusların yeni siyahısına 375 nəfərin adı daxil edilib. Ölkədə siyasi məhbusların yeni siyahısını Azərbaycan Siyasi Məhbuslarına Azadlıq Birliyi açıqlanıb. Yeni siyahıya jurnalist Ülviyə Ali, ictimai fəal Ahmet Məmmədli, vətəndaş cəmiyyətinin üzvləri Bəşir Süleymanlı, Mehmet Alpay, dindarlar, Xalq Cəbhəsinin üzvləri və son həbs olan digər siyasi və ictimai fəalların adları əlavə edilib. Yeni siyasi məhbus sayısında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitoring Mərkəzinin rəhbəri Elşan Hasanov hazırlayıblar. Qeyd edək ki, Azərbaycan hökuməti ölkədə siyasi məhbus olduğunu birmənalı şəkildə rədd edir, heç kimin fərqli düşüncəsinə, siyasi mövqeyinə görə həbs olunmadığını, onların konkret cinayət əməlinə görə həbs olunduğunu bildirirlər. Səudiyyə Arabistanın Ciddə şəhərindən Azərbaycanlı zəvarların ilk qrupunu Bakıya gətirən təyyarə təcili olaraq İranın Rəşt şəhərinə eniş edib. Məlumata əsasən, təyyarə heyəti uçuş zamanı təcili qərar verərək hava gəmisinin İranın Rəşt şəhərinə endirib. Səbəb, zəvarlarından birinin səhhətində yaranan problem olub.
Gelin Ermenistan'da baş veren hadiselere nezere salaq. Ermenistanın Sünik bölgesinin gubernatoru Robert Ğukasyan bildirib ki, Azərbaycan tərəfindən sərhəd kəndlərinə ateş açılması hallarında məqsədləri müəyyən etmək çətindir, çünki səbəblər müxtəlif ola bilər. Onun sözlərinə görə, ateş səsləri əsasən gecə saatlarında eşidilir. Ermənistan Respublikası Parlamentinin sədri Alen Simonyan Avropa Şurasının baş katibi Alen Berset ilə görüşüb. Tərəflər Ermənistanda aparılan demokratik islahatları, Ermənistanla Azərbaycan arasında sülh prosesini, regional sabitliklə bağlı məsələləri müzakirə ediblər. Alen Simonyan Avropa Şurasının baş katibinin diqqətini Azərbaycanda saxlanılan ermənilərlə bağlı məsələyə də cəlb edib. Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Nitsada okean məsələləri üzrə 3-cü konfransı çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi ilə görüşüb. Tərəflər Ermənistan və MAQATE arasında əməkdaşlıq məsələlərini, o cümlədən nüvə enerjisindən təhlükəsizlik istifadə üzrə davam edən işləri, nüvə elmi və texnologiyaların inkişafının verdiyi imkanların səmərəli həyata keçirilməsini müzakirə ediblər. Və sonda Nəcdə İskandaryan Artsakın dövlət naziri təyin olunacaq. O, bu barədə İrəvanda Artsaq vətəndaşlarının hüquqlarını müdafiə şurasının mətbuat konfransının zamanı bildirilib. O, bacardığı qədər dövlətçiliyin yanında olacağını qeyd edib. İndi beynəlxalq xəbərlərə keçək. Xarkovda gecə saatlarında baş verən hücumda 2 nəfər ölüb, 54 nəfər yaralanıb. Yerli hakimiyyət orqanları yaralananlar arasında 5 uşağın olduğunu bildirib. Xarkov meri Igor Terexov bildirib ki, 17 şahid pilotsuz təyyarəsinin güclü zərbələri 5 mərtəbli yaşayış binasının 15 mənzildə yanğınlara səbəb olub. İranın Beşəhər vilayətinin Bəndər Dəyər şəhərindəki Kaveh neft kimya kompleksində ambarda yanğın baş verib. Bu barədə İRNA məlumat yayıb. Məlumatda görə yanğın nəticəsində 3 nəfər olub, 10 nəfər yaralanıb. Cənubi Qafqaz regionunun istifadə olunması böyük potensiala malikdir və Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması bu məsələdə kömək edəcək. Bu, Yunanistan Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi əlaqələr üzrə baş katibi Dimitris Kalkos bildirib. Bu prosesdən çox məmnunuq və əlbəttə ki, onun həyata keçirilməsinin görmək, sülh sazişinin imzalanması səbirsizliklə gözləyirik, o deyib. İranın Ali rəhbərinin siyasi müşaviri Ali Akbar vilayəti İranın Cənubi Qafqazdakı əhəmiyyətinə toxunub. Bəzi dövlətlər Zəngəzur dəhlizi adlanan layihə vasitəsilə Azərbaycanla Naxçıvan arasında əlaqə yaratmaq istəyəndə ki, onun əsl məqsədi İranın Ermənistanla böyük əlaqəsini kəsmək idi. Amma İran böyük sayıqlıq və güclə buna qarşı çıxdı və bu sui-qəsdin qarşısını aldı. İran rəsmisini qeyd edib. Onun sözlərinə görə İranın Cənubi Qafqazda mövcudluğu təkcə ölkənin maraqlarını qorumaq məqsədi daşınmır, həm də xarici təsirlərin regional nüfuz etməsinə qarşı güclü mane rolunu oynayır. Nüvə danışıqları uğursuzluqla nəticələnsə və Amerika Birləşmiş Ştatlarla münaqişə yaranarsa, İran regiondakı Amerika bazarlarına zərbələr endirəcək. Bundan sonra Amerika Birləşmiş Ştatlar bölgəni tərk etmək məcburiyyətində qalacaq. Bu barədə İranın müdafiə naziri Aziz Nasirzadə bildirib. Nasirzadə Amerika Birləşmiş Ştatların rəsmilərinin danışıqların ləngidiyi təqdirdə münaqişə barədə təhdidləri ilə bağlı xəbərdarlıq edib. Fransa Yeni Kaledoniyanı Azərbaycan mənşəli separatçılıqdan qorumaqda davam edir. Fransa prezidenti Emmanuel Macron bildirib ki, bir il əvvəl Yeni Kaledoniyada baş verən kütləvi etirazların nəticəsində ölkəyə 3 milyard avrodan çox ziyan deyib. Xatırladaq ki, Yeni Kaledoniya Fransaya tabe olan dənizaşırı ərazidir və orada müstəqillik tərəflərindən fəaliyyətlərini zaman-zaman gərginliklərə səbəb olur. Fransa rəsmiləri bu separatçı meyllərində xarici təsirlərini, o cümlədən Azərbaycan mənşəli əlaqələrinin roluna da diqqət çəkiblər. Paris Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Azərbaycanın Fransadakı səfirliyində hücumla bağlı işə baxacaq. Hücumda əsas təqsirləndirilən şəxs Loris Tufanyandır. Paris Məhkəməsinin 2023-cü ilin qərarı ilə Tufanyan şərti 6 aylıq həbs və cərimə cəzasına məhkum edilib. Lakin iş hazırda Apellyasiya Məhkəməsinə verilib.
Pakistan'ın Asya güç merkezinden kabakçıl dövüş teorileri ve diğer mürekkep silahlar almak planlarının elan etmesinden sonra Çin müdafiye şirketlerinin sehmlerini keskin şekilde artıp Pakistan hükümeti sosyal şebekedeki paylaşımında 40 adet G-35 5. nesil kırıcılar, hemçinin KG-500 havadan erken haberdarlık ve nezaret teorileri ve HQ-19 raketten müdafiye sistemleri elde etmek planlarını teferruatlı şekilde açıklanıp, dünyada ve xüsusilə regionda baş verən mühüm hadiseleri diqqətdə saxlayacağıq. Size obyektiv ve herteyefli informasiya çatdırmağa devam edəcəyik. Bugünlük bu qədər. Görüşənədək.